Salam əziz dostlar, xoş gördük bir daha. Demək, yenə şagirdlərimizdən biri internetimizə müraciət edib, Instagram vasitəsilə belə bir sual göndərib ki, bu sualın izahını istəyir. Daha doğrusu tək bu sual deyil, bir neçə sual göndərib, çalışacağıq həmin sualların əsasən izahını verək. Başlayaq birinci sualdan. 10 saat qurşağının orta meridianı 120 dərəcə şərq uzunluğu olsaydı, 22 iyunda Cənub qütb dairəsində gecənin uzunluğu neçə saat olardı? Biz bilirik ki, normal halda demək 120 dərəcə şərq uzunluğu 8 saat qurşağına düşür. Niyə? Çünki dünya 360 dərəcədir ki, ümumilikdə 24 saat ərzində öz oxu ətrafında bir dəfə tam dövr edir. Bu da 1 saata uyğun gələn dərəcə qiyməti 15 dərəcə etmiş olur ki, biz bilirik ki, 120-də 15-ə bölsək, təbii ki, 8 saat qurşağı olmuş olacaq. Amma bu, günümüzdəki vəziyyətə yox, amma ola biləcək bir ehtimala əsaslanaraq belə bir sual verir bizə. Biz də həmin sualı izah etməyə çalışaq. Ondan əvvəl bir şey qeyd edək ki, 22 iyunda Günəş bildiyiniz kimi demək, şimal tropik xəttində, yəni ekvatordan 23,5 dərəcə şimal enliyində olur. Hansı ki, Günəş şimal tropik xəttin üzərində zenitdə olduğu müddətcə Cənub yarımkürəsində 66,5 dərəcə cənub enliyi, yəni hansı ki, ona biz qütb dairəsi deyirik. Ondan cənubda 90 dərəcə cənub qütbünə qədər demək, həmin gün Günəş düşmür. Nəticə etibarilə Günəş şimal tropik xəttində olanda Cənub qütb dairəsi tamamilə qaranlıq olur. Bunun səbəbi nədir? Gördüyünüz kimi Günəş 23,5 dərəcə şimaldadır. Bu ara Günəş şurası 90 dərəcə düşür. Amma Cənub qütb dairəsi ondan 90 dərəcə aşağıda yerləşir. 23,5 şimal ilə 66,5 dərəcə cənub enliyi arasında məhz 90 dərəcə fərq var. Demək, 90-dan 90 çıxanda burası 0 qalır. Təbii ki, ondan daha böyük enliklərə isə ümumiyyətlə Günəş şurası düşmür. Yəni, nəticə etibarilə deməyimiz odur ki, 22 iyunda Cənub qütb dairəsi bir gün, bir sutka tamamilə qaranlıq olur. Biz gərək o zaman demək, məntəqənin 10 saat qurşağının orta meridianının 120 dərəcə şərq uzunluğu olduğunu müəyyənləşdirək və ona əsaslanaraq həmin gün ümumi sutkanın uzunluğunun neçə saat olduğunu bilək. Normalda 24 saat qaranlıq olmalıdır. Düzdürmü? Çünki günün ümumi uzunluğu 24 saatdır ki, dünya 1 saata 15 dərəcə dönür. 360 dərəcə bir sutka dönməsi üçün 24 saat vaxt tələb olur. Amma buradakı vəziyyət fərqlidir. Əgər fərqli şəkildə olsaydı, 120 dərəcə şərq uzunluğu 10-cu saat qurşağında, yəni orta meridian olmuş olsaydı, o zaman biz onu ona bölsək, demək, hər saatımız 12 dərəcədən biri olardı. Yəni, dünya 1 saat ərzində neçə dərəcə dönmüş olardı? 12 dərəcə dönmüş olardı. Əgər 1 saata 12 dərəcə dönürsə, o zaman 360 dərəcəni dünya neçə saata dönə bilər? Biz gərək bunu müəyyənləşdirsək, yəni 360 dərəcənin neçə saata bərabər olduğunu təyin edə bilsək, biz həmin gün sutkanın uzunluğunu tapmış olacaq. Niyə? Çünki dünya bir sutka ərzində 360 dərəcə öz oxu ətrafında bir dəfə tam dövr etmiş olur. O zaman tənasüb kimi həll etmiş olsaq, 12x bərabərdir 360 dərəcə. Bu zaman x bərabərdir 360 dərəcəni biz 12-yə bölmüş olsaq, bu zaman demək 3 ilə ixtisar getsə 36 ilə 12, demək burada 3, 0-ı da əlavə etsək 30 dərəcə etmiş olur. Deməli, biz nəyi müəyyənləşdirdik? Burada gördüyünüz kimi dünyanın 360 dərəcə bir paralel boyut dövr etməsi üçün 30 saat demək, daha doğrusu biz saat axtarırdıq, dərəcə qeyd etmişəm. 30 saat ərzində bir dəfə 360 dərəcə döndüyünü müəyyənləşdirmiş olduq. Deməli, əgər onun dünyada 1 saatın qiyməti 12 dərəcəyə bərabərdirsə, yəni dünya 1 saat ərzində 12 dərəcə dönmüş olursa, deməli 30 saata 360 dərəcə dönmüş olacaq. Və həmin günü Günəş şüaları 23,5 dərəcə şimal enliyində ekvatordan məhz bu qədər 23,5 dərəcə yuxarıda yerləşirsə, o zaman yenə 66,5 dərəcə cənub enliyində bir sutka qaranlıq olmuş olacaq. Sadəcə olaraq burada sutkanın uzunluğu fərqlidir. Gördüyünüz kimi 30 saat etmiş olur.
Yəni 30 saat, bir sutka cənub qütb dairəsində günəş şüaları görünməz olacaq. Belə deyək, qütb qaranlığı baş verəcək. Bunun əksinə isə şimal qütb dairəsi, yəni 66,5 dərəcə şimalda qalan ərazilər isə həmin günü tamamilə işıqlı olmuş olacaq. Və salam. Sualın cavabı məhz nə qədərdir? 30 saat.